Sumqayıt şəhərində Xəzər dəniz suyunun duzsuzlaşdırılması zavodu layihəsi üzrə ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi mövzusunda geniş təqdimat və müzakirə tədbiri təşkil olunub. Tədbir Sumqayıt şəhər İcra Hakimiyyətində keçirilib. Giriş nitqi ilə İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edib. O, ölkədə, xüsusilə Bakı və Abşeron yarımadasında artan su tələbatı fonunda yeni duzsuzlaşdırılma zavodunun strateji əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, layihə çərçivəsində gündəlik təxminən 300 min kub istehsal gücünə malik olacaq müəssisə müasir texnologiyalar vasitəsilə Xəzər dəniz suyunu təmiz içməli suya çevirməkdə mühüm rol oynayacaq. Daha sonra Aqua Power şirkətinin direktor müavini Süleyman Babayev çıxış edərək layihənin texniki tərəfləri və region üçün faydaları barədə məlumat verib. O bildirib ki, Sumqayıt Kimya Sənaye Parkında inşa ediləcək zavod həm dövlətin su təhlükəsizliyi strategiyasına uyğun təşkil edilir, həm də regionda artan əhali və sənaye tələbatını qarşılamağa imkan verəcək. Çıxışlarda həmçinin layihənin beynəlxalq tələblərə əsasən ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi prosesindən keçdiyi vurğulanıb. Layihənin həyata keçiriləcəyi ərazi Sumqayıt sənaye zonasında Xəzər dənizinin sahilinə yaxın 20 hektar sahə müvafiq texniki və ekoloji meyarlar əsasında seçilib. Burada həm suyun alınması, həm də duzlu tullantının yenidən dənizə buraxılması üçün uyğun şərait mövcuddur. Tədbirdə bildirilib ki, tikinti və istismar mərhələlərində yaranacaq təsirlər tam şəkildə nəzarətdə saxlanılacaq və bütün proses beynəlxalq ekoloji və sosial standartlara uyğun icra olunacaq. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.